Kiyev, Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirdi. Bundan əlavə, tərəflər mümkün qədər tez faydalı qazıntılar üzrə müqavilə bağlamaq, həmçinin kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etmək haqqında razılaşdılar. Bundan sonra ABŞ dövlət katibi Marco Rubio, Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallas və Böyük Britaniya baş naziri Keir Starmerdən ardıcıl açıqlamalar gəldi. İstiqamət isə eynidir. İndi Rusiya sülhə hazır olduğunu nümayiş etdirməli, ya hə, ya da yox deməlidir. Maraqlı məqam odur ki, əvvəlcə Kreml bildirmişdi ki, sülhə razıdır, amma atəşkəsə yox. Çünki Kiyev atəşkəsdən fasilə kimi istifadə edə bilər. Digər tərəfdən, Rusiya Ukraynanın şərqindəki tam işğal edə bilmədiyi əraziləri, Donetsk və Luqansk vilayətlərini tələb edir. Atəşkəs isə bu planın süqutu deməkdir. Rusiya narahatlıqlarını izah etməyə çalışsa da, görünür bunlar Vaşinqtonu maraqlandırmır. Belə ki, ABŞ dövlət katibi Marco Rubio deyib ki, ABŞ Ukraynadakı münaqişənin həllinə kömək etmək üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə ehtiyac qalmayacağına ümid edir. Ağ Evin bu gedişatına qarşı Moskva atəşkəslə bağlı daha yumşaq açıqlamalar verir. Rusiyalı ekspertlərin sözlərinə görə Kreml atəşkəsə qarşı şərtlər irəli sürə bilər. Məsələn, iqtisadi sanksiyaların yumşaldılmasını, Ukrayna silahlı qüvvələrinə silah tədarükünə embargonun qoyulmasını istəyə bilər. Kreml üçün əsas şərtlərdən biri də Ukraynanın neytral statusa malik olması və Qərb ittifaqları ilə əməkdaşlıq etməməsidir. Hazırki reallıqlar fonunda demək olar ki, Rusiya şərtlərini, ABŞ isə razılaşmanı qəbul etdirməyə çalışacaq.